bakışlarının qan səklərdən axışları günlərə qərq olmuş başdaşlarının namusu, qeyrəti daşır şəhidlər. Nifrətə çevrildi baxışlarınız, qanlı səklərdən axışlarınız güllərə qərq olmuş başdaşlarınız namusu, qeyrəti daşır şəhid. Kalan oldunuz, unutmak olar mı sizi şehitler? Dünyanın heyrete sana oldunuz, azadlık odunda yalan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yardı köksünüzü namert güllesi, dondu dilinizden vətən nəğməsi. İndi yanalarım ahın aləsi, axan gözlərimin yaşı şəhidlər. Yardı köksünüzü namert gülləsi, dondu dilimizdə vətən nəğməsi. İndi yanalarım ahın aləsi, axan gözlərimin yaşı şəhid. Dünyanın heyrətə salan odunuz, azadlık odundan yanan odunuz, keçip yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanın heyrete sana oldunuz, azadlık odunda yalan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Şehit oldum göz alamam ben. Allah səni versin. Allah ruhunu şad etsin. Əziz şəhid ailələri, mövqe iştirakçıları, şəhərimizin sakinləri, qonaqları, hamımıza məlumdur ki, bugün Vətən müharibəsi şəhidi Zeynal Sülhqudalının doğum günüdür və hər birimiz onun doğum günü münasibətilə burada toplanmışıq. Və ənənəmizə sadət olaraq toplanmışıq. Çünki bütün şəhidlərimizin doğum və onun günləri səviyyədə hər zaman bu müqəddəs məkanda
elə burada olan, əksəriyyəti burada olan insanların iştirakı ilə qeyd olunur. Bu da şəhid ailələrinin, şəhərimizin sakinlərinin birliyindən, həmrəyliyindən irəli gələn bir məsələdir. Və onu deyim ki, şəhid Zeynal və onun timsalında bütün şəhidlərimiz, onların mübarizəsi uzun illər öncəsinə dayanır. Təkcə vətən müharibəsindən başlamır. Hətta onların mübarizəsi 1-ci Qarabağ müharibəsindən başlayır deyə bilərik. Çünki bu xalqın mübarizəsi idi. 1988-ci ildən 1-ci Qarabağ müharibəsi başlayıb ta ki 94-cü ilə qədər 50 min yaralımız olub, 20 minə qədər ümumilikdə şəhidimiz olub, mülki və hərbi şəhidlər olmaq. Hamısı hətta 1988-də Milli Dirçəliş Günü kimi qeyd olunur 17 noyabrda. 2 milyona yaxın insan məhz azadlıq meydanında toplaşaraq öz mübarizə ruhunu ortaya qoydu, öz iradəsini ortaya qoydu. Və nəticədə bir neçə il sonra da 20 yanvar hadisələri ilə və digər üsullarla qarşısını almağa çalışsalar da bu mübarizəni bacarmadılar. Nəticədə dövlətimiz müstəqilliyini qazandı. Amma müstəqilliyi yeni əldə etmişdir ki, mənfur ermənilər müstəqil müxtəlif xarici qüvvələrin təsiri ilə torpaqlarımızı işğal etdi və bu mübarizəyə Azərbaycanın hər bir bölgəsindən qəhrəman igid oğullar qatılmışdı. Nəticə etibarilə bilirsiniz, olar ki, ictimai-siyasi böhran, vətəndaş müharibəsi çətinlik yaradırdı bu döyüşlərin aparılmasında, amma biz əminik ki, uzun illər ərzində təsəvvür edin, 10 minlərlə Azərbaycanlı öz şücaətini, qəhrəmanlığını ortaya qoydu. Bizim bu xiyabanda 99 1-ci Qarabağ müharibəsi şəhid dəfn olundu. Ümumilikdə 124 nəfərdir. Hər bir bölgədən yüzlərlə şəhidimiz var. Hamısı bir məqsəd, bir amal uğrunda döyüşlərə qatılmışdır. Və biz 93-cü ildə milli lider hakimiyyətə gələndən sonra biz hansı ki 15 il milli qurtuluş günü kimi qeyd edirik. Onun apardığı siyasət nəticəsində ateşkəs əldə olundu, iqtisadiyyatımız gücləndi və Cənab Prezident İlham Əliyevin dövründə də ordu quruculuğu aparıldı. Peşəkar zabit kadr heyətləri formalaşdırıldı. Əskərlər, qızıllar, çavuşlar. Məhz Zeynal da xüsusi təyinatlı qüvvələrdə xidmət edən həmin hərbçilərdən. Aprel döyüşlərində, Tovuz döyüşlərində, müxtəlif vaxtlarda xalqımız, hərbçilərimiz xalqımıza qələbə zəfərlərini çatdırdı. Vətən müharibəsində dəmir yumruq altında birləşərək torpaqlarımızı işğaldan azad etdilər. Ərazi bütövlüyümüz bərpa oldu. Terror tədbirlərindən sonra da suverenliyimizi bərpa elədik. Mən qısa bu tarix barədə icmalı verməyi özümə borc bildim. Çünki böyük bir mübarizədir. Aparılan hər bir döyüş əməliyyatı böyük bir mübarizənin bir hissəsidir. Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin. Təbii ki, şəhidlik məqamı, zirvəsi, ucalığı barədə biz əsasən din xadimlərindən eşitirik. Amma ölkəmizin şəhidlərlə bağlı xüsusi qanunları var, şəhid ailələri ilə bağlı qanunları var. Bunu deməyəcəm, hansı hər birimiz ətraflı bilirik, bu kimi tədbirlərdə çox olmuşuq. Əsas məqsəd odur ki, cəmiyyətimizin bu kateqoriyasını, şəhid ailələridir, müharibə əhliləridir, müharibə iştirakçılarıdır, onlara xüsusi hörmətimizi ifadə edək hər zaman. Dövlət tərəfindən necə diqqət göstərilirsə bu nümunədir və bütün xalq da eyni zamanda bu nümunəni dövlətlə birlikdə bölüşür. Şəhid ailələrinin əsas məqsədi, arzusu, istəyi bundan sonraki dövrdə övladlarının xatirəsini əbədiləşdirməkdir. Bu istiqamətdə özləri müxtəlif addımlar atırlar, bir-birlərinə qonaq edirlər və hər zaman biz onlarda bu şəhidlərimizin şəkilləri olan boyunbağlarını görürük, müxtəlif birtalar olur. Hansı ki, hər biri öz imkan daxilində çalışdığı qədərdən öz övladını tanıtmağa çalışır, öz ailə üzvünü tanıtmağa çalışır.
və bu işi birlikdə görə bildiyimiz üçün biz çox şadıq. Allah şükürlər olsun. Üstündən neçə il keçməsinə baxmayaraq, burada bu qədər insan toplanır. Alim müəllim biz bayaq bir söhbət elədik ki, ilk ildə fərqli olur, sonraki illərdə daha az adam olur. Bu təbii ki, normaldır. İnsan hətta bir-birini tanıyanda da əvvəl daha isti yanaşır, sonra nəinki, sonraki vaxtlar. Amma bu o demək deyil ki, bizim şəhidlərimiz unudulur. Qətiyyən. Təbii ki, vaxtı olan, imkanı olan hər kəs burada iştirak eləyir. Şəhərimizin, mən inanıram ki, böyük əksəriyyəti müxtəlif vaxtlarda, tədbirlərdə iştirak eləyib. Ya bu şəhidlər xiyabanında olur. Fərqi yoxdur, doğum günü olsun, anım günü olsun. Adi günlərdə belə siz bura gələndə özünüz də görmüsünüz ki, şəhər sakinləri kimi övladlarını gətirir, nümunə göstərir, onlara tarixi izah edir, onlara öz qəhrəmanlarını tanıdır və həqiqətən də qürur vericidir. Yəni, bir şəhid anası nə qədər acı çəkirsə, əminəm ki, bu xalqımız onlara bir o qədər də o qüruru yaşadır, fəxarəti yaşadır. Onlara göstərdiyi xüsusi diqqətlə, hörmətlə. Hava getdikcə havalar daha da isinir, qarşıdan yay gəlir. Ona görə çox vaxtınızı almayacağım. Tədbirdə digər iştirak edənlər də var. Allah dövlətimizi, millətimizi, ordumuzu qorusun, xalqımızı qorusun, Ali Baş Komandanımızı qorusun. Ceyran xanım buradadır, övladı itkindir 1-ci Qarabağ müharibəsindən bəri. İnşallah bir xəbərini eşidər. Biz də keçən il elə üzr istəyirəm. Onu deyim ki, əvvəlcə Ceyran xanımın yoldaşı da bu yaxınlarda dünyasını dəyişdi. Allahdan qəni-qəni rəhmət diləyirik. Sabah Əli qardaş əminin il mərasimidir. Vətən müharibəsi şəhidinin. Üzr istəyirəm, 40 mərasimidir və Allahdan ona da qəni-qəni rəhmət diləyirik. Qalan şəhid atalarına, analarına can sağlığı diləyirik. Allah səbir versin. Allah səngərlərdə xidmət edən ordumuzu, sərhəddə xidmət edən, fərq yoxdur, bütün hərbiçilərimiz qorusun. Hər biri bizdən daha çətin şəraitdə, daha çətin vəziyyətdə yaşayır. Təbii ki, onların daha yaxşı yaşamasını arzulamaq bizim hər birimizin borcudur. Belə ki, tədbirimizdə digər rayonlardan şəhid anaları var. Hər biriləriniz xoş gəlmisiniz deyirik. Əgər kiminsə sözü varsa, buyursun. Buyurun. Xaçmazdan gəlmişəm. Kiçik Çavuş, Əlşan ağamın anasıyam. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Mənim də oğlum 44 günlükdə vuruşmuşdu. Müharibə veteranı idi. İşləmişdi, əziyyət, zəhmət çəkmişdi. Necə deyirlər, antiterror zamanı o da şəhidliyə ucaldı. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Bizim Əli balamız Tağıyev Əli ilə birgə olublar. Onlar bir yerdə döyüşüblər. Zeynal balamıza da Allah qəni-qəni rəhmət eləsin. Şəlalanıya Allah səbir versin. O biri balalarını min eləsin. Bütün analara, içimən daxil olmaqla atalara səbir diləyirəm. Allah bizim üçün bundan ağır dərd yoxdur, ağır yük yoxdur. Sağ olun ki, bizləri unutmursunuz, yada salırsınız. Biz analar bir-birimizə doğum olmuşuq. Yad ikən doğum olmuşuq. Bir-birimizi görəndə sevinirik. Allah ordumuzu qorusun. Bundan sonra heç bir evə şəhid odu, ocağı, nəzər tüstüsü qismət eləməz. Həqiqətən də çox gözəl fikirdir. Biz anaları birləşdirən deyir ki, bax, indi bir-birimizə doğma olmuşuq. Necə ki, o vətən müharibəsində hamımız şahid olduq. Yəni, uzun illərdir. Burada ən yaşlı adamlar da bilir ki, ölkəmiz bu qədər həmrəy olmamışdı. Yəni, müstəqil olandan bəri. Həqiqətən də vətən müharibəsində necə ki, xalq iqtidar birliyi vardı. Xalq bir-biri ilə çox sıx əlaqədə idi, möhkəm idi, cəbhə xəttinə yardımlar göstərirdi, hər öz imkanından, əli çatan qədərindən və bir-birinə dəstək olmağa çalışırdı. Bütün bunlar hansı şəhidlərimizin sayəsində. Bu həmrəyliyi də, birliyi də onlar yaratdılar. Bu dəyərləri necə ki, bizdən soyumuşdu bu dəyərləri, belə deyək də,
Biz sanki heç doğulandan görməmişdik, unutmuşduq. Yəni şahid olmamışdıq. Şəhidlərimizin sayəsində bu milli mənəvi dəyərlərin də, mübarizənin də, güclü ruhun, möhkəm iradənin də şahidi oldu. Başqa Biz için biz Zeynal değil, bütün şehitlerimiz hamsıdır, əzizdir, ayrı. Cənnətdəki mövludun mübarək olsun Zeynal. Mənim hamısı evlatlarım, şəhidlər mənə öz evladım kimidir, hamısı. Ən birinci mən biri girmişəm, hamısını bir-bir ziyarət edirəm. Zeynal nə? Hərəsinin bir cür yarası mənim ürəyimdə var. Bala yarası sağalmaz bir yaradır. Yeri cennet olsun, cennetsiz ay bala. Mevludun mübarek olsun. Ne diyebilirim? Allah hamısını Mən də Sabirabad rayonu şəhidi Ana Nurlayın anasıyam. Mənim oğlum 44 günlük müharibədə 30 sentyabrda şəhid olub qalıb orada işləyirdi. Tibb işçisi idi. Yaralıları çıxardarkən şəhid olub. Mən buradan şəhid ailələrin hamısına səbir diləyirəm. Şəlalə anıya səbir diləyirəm. Zeynalın da cənnətdə şad günü mübarək olsun. Bir evladım sağlam görsün. Başqa söz olan yoxsa, onu deyim ki, tədbirdə bizim şəhid ailələrindən. Buyurun. Ali müəllim həmişə hər bir şəhidin İlk öncə bütün tədbir iştirakçılarını salamlayıram. Bu günləri bizim qəhrəman balamız Zeynal balamızın cənnətindəki mövlud günüdür. Yəni valla danışılası söz çoxdur, ancaq şəhidlərimizin qarşısında danışmaq çox ağırdır. Allah ruhlarını şad eləsin. Bu günləri bizlərə yaşadan bəli şəhidlərimizdir. Şəhidlərimizin xatirəsini bir dəqiqəlik yad eləyək. Allah rəhmət eləsin. Allah səbir versin. Aileleri ve bütün tedbir iştirakçıları Zeynel Bayram'ın değişmeyen mevzun arıyor. Düzdür. Yaşasaydı 30 yaşı var. Hayat o kadar kesinlik geçti, o kadar çetin enişli yokuşluydu ki her bir şey validenin evlat hakkında danışmaya çok çetin olur. Bir gün ben de isterdim bütün burada yatan şehit balalar hamı kimi azadlıkta gezerdi. Hamı kimi hamının çiğninde durardı. Heyf ki bir günler sizler hayatta yok. Taştan bakıyorsunuz. Allah o dünyayı versin bala. Yeri yüz beşt olsun. Zaten beşti. Ruhunuz şad olsun. Düzdür. Cismimiz olmasa da ruhunuz bizlerlendi. Mevludu tebrik edirəm. Değişmeyen mevludu. Allah valideynlerine səbir versin. Məqamın âli olsun. İmam Hüseynindən ayrı salmasın. Amin. Başqa söz olan varsa buyursun. Bizimlə tədbirdə bugün Səhərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində iştirak edirlər. Bütün söz onlara verir. Mən də Səhərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi adından Zeynal qardaşımıza, onun kimi sonra bütün şəhidlərimizə rəhmət edirik. Allah ailələrinə, yaxınlarına səbir versin. Amin. Sağ olun. Yeni Azərbaycan Partiyasından iştirak edən vətəndaşlarımızda. Buyurun. Mən də öz adımdan şəhid Zeynal timsalından bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirəm. Allah ruhlarını şad eləsin. Deməli 10 nömrəli məktəbin şagirdləri buradadır. Samirə müəllimə təşkili ilə və onları dinləyək. Bir kompozisiya hazırlayırlar bugün. Gəlin bir məzarın yanına.
Gəl siz də. Siz də oturasınız. Bir nişanlı tutsun çəkir. Hətta bayrağı tutsun. Sen biraz geçsin orada. Beraber görüşürüz. Tabii sen de bilir, ben çekil olduğunu biliyorum. Şəhid Zeynal Alimoğlu Zülfüqarlı 1995-ci ilin mayın 31-də Şirvan şəhərində anadan olmuşdur. Ordumuzun kiçik lideri olan Zeynal Zülfüqarlı 2020-ci ilin sentyabr 27-sində 2-ci Vətən müharibəsində Ermənistanın tapdağı altında olan ərazilərimizin azad olunması uğrunda qəhrəmancasına iştirak etmişdir. O, Cəbrayıl, Füzuli, Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Oktyabrın 20-sində isə Zeynal Zülfüqarlı Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən ona bir çox medallar verilmişdir. Rəşadət ordeni, igidliyə görə medalı, igidlik ordeni, Vətən uğrunda medalı, Cəbrayılın azad olunmasına görə medalı, Füzulinin azad olunmasına görə medalı, Şuşanın azad olunmasına görə medalı, Qubadlının azad olunmasına görə medalı, 100 illik medalı, Füzulinin azad olunmasına medalı və Kəlbəcərin azad olunmasına görə medallar tərtib edilmişdir. Qatil gülləsinə qurban gedirkən, gözünü sabaha dikdi şəhidlər, üç rəngli bayrağı öz qanlarıyla, vətən torpağına çəkdi şəhidlər. Zalım öyünməsin zülümləri ilə, min bir böhtanıyla, min bir şərilə, həqiqət uğrunda ölümləri ilə, ölümün çamına çəkdi şəhidlər. O şənbə gecəsi, o qətil günü, mümkünə döndərdi çox namümkünü. Xalqın gözündəki qorxu mülkünü o gecə dağıdıb sökdü şəhidlər. Tarixi yaşadıb diləyimizdə, bir yumruğa döndük o gecə bizdə. Yıxıb köləyi ürəyimizdə, cəsarət mülkünü tikdi şəhidlər. Onlar susturulan haqqı dindirər, qaraca torpağı qiymətləndirər, donan vicdanları qeyrətləndirər. Axı el qeyrəti çəkdi şəhidlər. Bilirik bu bəla nə eşdi nə son, ölürkən uğrunda bu ana yurdun, quzu cildindəki o qoca qurdun, doğru düz cildini çəkdi şəhidlər. Dözdü hər zillətə, dözdü hər şeyə, dünyada mənim də haqqım var deyə. Kütləni xalq edən müqaviləyə, qanı ilə qolunu çəkdi şəhidlər. İnsan insan olur öz hünəri ilə, millət millət olur xeyri şəri ilə. Torpağı bağrına cəsədləri ilə, azadlıq tumunu əkdi şəhidlər. Başını uca tut Azərbaycan, bu torpaq üstündə igidin gəlir. Ağlama ay ana, başın dik olsun, rəngli bayraqda şəhidin gəlir. Çoxdandır düşməndə idi torpaqlar, düşmən görmürdü cəsarətimiz var. Sağ ol ey şəhid anası, tərbiyənizlə düşmənə göstərdi qeyrətimiz var. Milli qeyrətimizə düşən ləkəni axan paç qanı ilə sildi şəhidlər. Cənnətdə ən uca yerdi zirvəniz. O yerdə ətirli çiçəkli şəhidlər. Qoparmayın şəhid adlı yaramı, düşmənlər duymasın bu fəryadımı. Bilmirəm sevinim, yağlayım mı? Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Ay ana, saçını dərddən ağartma, gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib yanma, alışma. Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Həyatda candan şirin deyin nə var? Şirin candan keçdi vətən üçün onlar. Əlbət yaşayacaq belə oğullar. Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Yolunuz səpim, göz yaşsın. Çəkməndə torpaq var, torpaq bir sıxın. Bir əskər çəkməyə köşsümə çıxın. Çəkməsində çiçək bitən şəhidim. Ayağı yerdədir, yolun göylədir. Göydən ulduz uçdu, yaram göynədi. Xəbərin oldu mu o qız neylədi? Döyüb üfüqlərdə itən şəhidim. İgid poladımla hər an qoşasan. Sən elə Ağdamsan, elə Şuşasan. Can fəda etdin ki, vətən yaşasın. Bayrağa bürünüb ötən şəhidim. Torpağa qan səpdin, torpaq oyandı. Qanın çiçəklədi, bu necə qandı? Yazdı ki, Qarabağ Azərbaycandır. Sən elə vətənsən, vətən şəhidim. Titrək əllərinlə alıb şəklini. Ah çəkib ağlama şəhid anası.
Sellər tək qəlbimi dağlama, şəhid anası. Baxırsan gəldiyi cığıra izə, qoyun otladığı çəmənə düzə. Yaralı qəlbini hey üzə-üzə, qəlbimi dağlama, şəhid anası. Nə deyim, nə yazım, qələmim donub. İlhamın dünyası odlanır, yanır. Sənin gözümə nə yağlar sınır. Qara şal bağlama, şəhid anası. Gör nələr sığdırdın bir nakam ömrə. Hər kəsin yadında şən qala bildin. Güllələr susturan gülüşünlə sən, hər kəsin könlünə kök sala bildin. Nur üzlü şəhidim, rahat uyu, yat. Vətənin azaddır, torpağın azad. Qanınla yağdan təmizlədiyin, basmaz torpağına bir də yad ayaq. Çox sağ olun. Allah Sağ sizə olun, olsun. Allah köməyiniz olsun, Allah razı olsun, Allah sizə razı olsun. Sağ olun, sizə uğurlar, yeni nailiyyətlər. Bugün olsun, səsiz xalqımızda bəli, radio, televizyon daralarla eşidilsin, Azərbaycan xalqının səsini bütün dünyaya çatdırasınız. Siz Allah şükür böyüyərsiniz, böyük insanlar olarsınız. Səsiz BMT-dən gələr, ucu məclislərdən gələr. Azərbaycan bayrağını həm orada qaldırarsınız, həm də həmin çaldırırsınız. Sağ ol, bir daha sizə təşəkkürlər. Çox sağ olun. Sonda onu deyim ki, alim müəllim hər zaman şəhid ailələri arasında bir ağsaqqal kimi tanınan bir adamdır bütün məclislərdə. Öz təkcə yaşı ilə deyil, həm də dünya görüşü, savadından irəli gəlir. Allah bütün şəhid ailələrini qorusun. Təbii ki, bütün şəhid ailələri, şəhid ataları, anaları bizim üçün əzizdir. Hər birinə eyni dərəcədə yanaşırıq. Amma bu onların öz münasibətlərinə irəli gələn bir şeydir deyə mən ürəkləyib deyə bilirəm. Bütün doğum günlərində, anım günlərində həmişə öz fikirlərini bildirir, çalışır yaxından, qal iştirak eləsin. Həmin o doğum günü biraz da hansısa anım tədbirini biraz maraqlı eləsin. Ona görə elə sonda da öz tədbirlərində sözü ona vermək istəyirəm birinci növbədə. Sonra da istəsə Şəhadət xanım bir söz deyək. Sağ olun, mənə söz verdiyinizdə sağ olun, təşəkkür edirəm. Şəhidin onları qarşısında başlayıram. Allah onların canını sağ eləsin, Allah rəhmə olaraq. Səbir arzulayıram, Allah səbirləri versin. Çünki oğul itirmək onun üçün çətindir. İlk çıxışlarımda da dedim, dağ çəksə devlat dərdi, dağa da dağ çəkərdi, oğul. Oğul gündə analar ürəklərində o dağı çəkir. Onu daşımaq çətinlikdir. Və biz atalar da həmşələrin yanında olmuşuq, dəstək olmuşuq ki, ana böyüyüşü götürüb çəkə bilsin. Çünki o dağın çəkmək, onun üçün tək çətin olur. Tək ana oğlu biz hərdən evdə söhbət edəndə öz dərdimizə şükür edirik ki, tək analar da var. Onlar tək bu dərdi necə çəkirlər. Tək xərəyi daşımaq mümkün olmadığı üçün tək ana oğlun dərdini doğrudan olsun. Buna baxmayaraq Azərbaycan xalqı həmişə müdrik olub, həmişə qabağa baxan olub. Çünki biz indi burada xatırlıyoruz Zülfüqar Zeynalı. Biz keçmişə qayıdırıq. Keçmişə qayıtmaqla biz qabağa irəliləyə bilmərik. Keçmişi yaddan da çıxarmaq lazımdır. Ya getməkdən üçün, inkişaf eləməkdən üçün gələcəyə baxmaq lazımdır. Azərbaycan xalqı Türk xalqlarının nümayəndələrindən biridir. Dünyada məşhur insanlar bu Türk xalqı arasında birləşib. Onlar xoşbaxt ola bilən bir xalq deyil. Deyirlər niyə? Çünki bir qəm, kədər, bir faciə bunlara baş verəndə həmin qəmdən, kədərdən, faciədən özlərinə don giyirdi. Bizim evladımız şəhid olubsa, biz onu özümüzə qəm, kədər, faciə saymalı deyilik. Çünki yaşayış davam edir, biz də o yaşayışın bir nümayəndələriyik. Onları biz faciədən özümüzə don giyməli deyilik. Rəşid Behbudovun yaxşı bir sözü vardı, deyir ki, şad yaşamağı öyrənən insanlar şad yaşayır. Biz analar, mən analar da onu deyirəm ki, şən yaşasınlar, şad yaşasınlar. Bu faciədən özlərinə don geyinməsinlər. Çünki necə deyərlər, o qəmi qəm gətirir, ağlayırsan qalacaq, ağlamaq gəlir. Mən istəmirəm, keçən dəfə 10 nömrə məktəbdə də bir tədbir idi, mənə də söz verdilər. Dedim, mən heç vaxt istəmirəm ki, müharibə olsun, heç vaxt istəmirəm ki, kimin evirsə şəhid gəlsin. Kiminsə ömrü yarımçıq tutarsın, hansı anası oğulsuz qalsın, ata oğulsuz qalsın, hansısa həyat yoldaşı, oğullar atasız, qardaşsız, bacılar
qardaşsız qalsınlar. Mən onu da istəyirəm. Hamıya Allah hansı bir ömrü qismət eləyibsə, onu şad firavan yaşasın. Azərbaycan xalqı da gələcəkdə şad firavan yaşamasını mən arzu edirəm. Allah bu Azərbaycan torpağını Allah tərəfindən bizə bir qismət eləyib. Elə bir yer kürəsində Allah tərəfindən bir xalça çəkilibsə, o xalçanın bir bəzəyi, bir naxışı da bizik. Allah bizi o naxışdan əsir eləməsin. Yer kürəsində, günəşin altında Azərbaycan xalqını bu torpağı çox görməsin. Çünki bütün dünya o torpaq üstündə qırır bir-birini ki, günəşin altında özlərinə bir yer eləsinlər. Bizim mənfur qonşularımız adını da çəkmək istəmirəm. Onların günəşin altında torpaqları yoxdur, yerləri yoxdur. Onlar harada istəyirlər ki, özlərine bir yuva qursun. Ona görə də onlar bizim tərəfə əyildilər ki, bəlkə bizdən bir torpaq qoparsınlar. Ancaq bizim bu şəhidlərimiz onların burnunun üstündə bir yumruq vurdu ki, bundan sonra bizim tərəflərə baxmazlar. Bir daha gələnlərin hamısını öz təşəkkürümü bildirirəm. Ən qızıl vaxtlarını ayırıblar, bizim məclisə gəliblər. Sağ olsunlar. Qarşılarına baş əyirəm, bir daha da təşəkkür edirəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Sağ olsun. Çox sağ olun. Allah rəhmət eləsin. Sözü olanlara sağ buyursun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Amin. Hacı bir dua oxusun, sonra davam edib digər şəhidlərimizi ziyarət edib gedərik. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme bellir ila ruhul merhumil mekturil ma'ilun bi hakkı Muhammedin ve alihi ve bil-fat. Bismillahirrahmanirrahim. İyyâke na'budu. Bismillahirrahmanirrahim. Allahümme Allah rəhmət eləsin. Allah razı olsun. Allah razı olsun.